Yeni Yasamalda 308 nömrəli məktəbin yanında 135 kvadrat qanuni 3 otaqlı 12 mərtəbəli binanın 5-ci mərtəbəsində 285 minə yaşayış olmayan təzə təmirli bir mənzil sizə təqdim edirik. Bura mənzilimizin hol hissəsidir. Giriş qapımızı göstərək. Burada bir sanitar qovşaq yerləşir. Ümumilikdə mənzilin çox gözəl proyekti var. Burada ümumi sanitar qovşaq hamam otağı yerləşir. Mətbəx hissəmiz, mətbəx hissəm yalnız evdə mətbəx hissə və sanitar qovşaqlar istipoldur. Mətbəx belə yığılıb, qarşısında eyvanımız var. Bura isə mənzilimizin çox geniş, harca bir 30-35 kvadrata yaxın böyük ölçüyə malik qonaq otağı hissəsidir. Görürsünüz, çox geniş və işıqlı bir mənzildir. Həmçinin qonaq otağından da eyvana çıxışımız var. Birinci yataq otağımız. Bunun da qarşısında eyvanı var. Bura isə ikinci yataq otağımız, əsas yataq otağı. Bunun da daxilində sanitar qovşaq, hamam otağı mövcuddur. Mənzil yerləşir Yeni Yasamalda 308 nömrəli məktəbin yanında. 135 kvadrat kubçalı, qiymət 285 min manat. 12 mərtəbəli binanın 5-ci mərtəbəsində.